Bundan əlavə, həmçinin qeybət qul haqqına daxildir. Nə deməkdir qul haqqına daxildir? Bilmirsən, qeybət qul haqqına daxildir, nə deməkdir? Elə günahlar var ki, birbaşa səninlə Allah arasındadır, orada qul haqqı yoxdur. Məsələn, sən namazı vaxtında qılmadın. Əsir girib, sən zöhrü qılmamısan hələ. Burada qul haqqı var. Kimin haqqıdır? Allahın haqqıdır. Elə günahlar var ki, birbaşa Allahın haqqıdır. Orada qul haqqı yoxdur. Qeybət amma belə deyil. Qeybət qul haqqıdır. Ona görə Şeyxülislam İbn Teymiyyə deyir, iriz haqqıdır. Sən kiminsə irizinə toxunmusan. Qul haqqıdır. Qul haqqı olanda da biraz problem yaradır. Nə baxımdan? Halallaşma. Sən Allah haqqında olan günahlar yoxdur. Məsələn, Ramazan ayında oruç tutmamısan. Kimi neynəmsən? Kimin haqqına girmirsən? Mənim haqqıma falan kəs. Yox. Allahın əmrinə müxalif olmursan. Tövbə eləyirsən, bağışlayır Allah. Amma o günahlar ki, qul haqqından əlaqəlidir, o biraz nə olur? Yox, çətin olur. Sən tövbə edirsən, bağışlanmır. Kim bağışlanmır? Allah bağışlamır onu. Niyə bağışlamır? Mən sənin arxanca danışmışam, qeybətini etmişəm, düzdür? Tövbə eləmək istəyirəm. Bağışlayır Allah. Niyə? Allah bütün günahları bağışlamır. Bunu niyə bağışlamır? Qul haqqına görə. Nə etməlisən? Allah Halallıq almalısan. Sözümün canı odur. Məsələn, mən sənin telefonumu oğramışam. Oğradım, getdim, tövbə elədim, əlhamdülillah, tövbə elədim. Bağışlayır Allah? Yox, niyə? Çünki bunu, orada halallaşma nədir? Bunu qaytarmaq lazımdır ki, mən sənin haqqından xilas olum, sən halal edəsən. Ona görə sözümün canı nədir? Qeybət qul haqqıdır. Sən tövbə etməkdən əlavə bir gəlib halallaşmalısan da hələm. Qardaşım, qeybət verəmişəm, haqqı halal elə. Bu da deyir ki, halal olsun. Bağışladım.